Salamlar, hər vaxtınız xeyir olsun. Mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugün sizinlə Qədim Şərq mövzusundan Qədim Misir və Şumerlər bölməsini işləyəcəyik. DİM testidir abituriyentlər üçün 2025-26-cı ilin ən son testini işləyirik. Bundan başqa qeyd etmək istəyirəm ki, ödənişsiz şəkildə tarix sürət qrupuna qoşula bilərsiniz. Bunun üçün məni Instagramdan Səbinə Sultan _tarix səhifəsindən izləməyi və orada mənə yazmağı unutmayın. İndi keçək testlərimizə. Demək, Qədim Misir aid deyil. Fif paytaxt olub, yazı papirosda isə 0 rəqəminin icadı aid deyil. Bu Hindistana aiddir. C bəndini götürürük. Qədim Misir dövlətinə yenə aid deyil. Burada Ensi rütbəsini götürəcəyik. Şumerlərə aid olub. Eramızdan əvvəl 4-cü minilliyin sonu 3-cü minillik əvvəlləri Yuxarı Misir, Aşağı Misir paşalıqları arasında mübarizənin məqsədi vahid Misir dövlətini yaratmaq idi. D bəndi. Daha sonra Qədim Misirdə Yuxarı Aşağı Misir paşalıqları arasında müharibənin nəticəsində vahid şəkildə birləşdi Misir. Başa çatdı birləşdirilməzsə. 5. Manna Misir üçün tarixinə aid oxşarlıqlar. Burada dövlətə hökmdar başçılıq edirdi. Hər ikisinin hökmdarı var idi. Çünki Kahin, Şaduf, Dili Ağac, Assuriya paytaxtı, bunlar heç biri ortaq cəhət deyil. Yalnızca hökmdar başçılığa aiddir. Atropaten dövləti Qədim Misir dövlətinin ictimai quruluşunda oxşar cəhətlər, hər ikisi də quldar dövləti idilər. Qədim Misir dövlətinə tabe edilməmişdir. Burada Yunanistanı götürəcəyik biz. Keçirik 8-ci suala. Qədim Misirlilərin adı buraxılan hökmdarını müəyyən edin. Demək, Aşokanova 2-ci Ramzesi götürürük. B bəndi. Qədim Misir Midiya dövlətlərə aid oxşar cəhət. Demək, burada da işğalçı müharibələrdir oxşardır. Hər ikisi işğalçı müharibələr aparıb. Mixi yazı növünün yaradılması, ulduzların xəritəsinin çəkilməsi, kompasın kəşfi. Hansı xalqlara aiddir? Onu tapmaq istəyir. Mixi yazı Şumerlərə aiddir. Burada da Şumerlər bircə B bəndində verib. Birinci, ulduzların xəritəsi Misirlilər, kompasda Çinlilərə aiddir. Ona görə biz B bəndini götürürük. Zikkurat Şumerlərə aiddir. Burada C və D-də var. Sonra sadə cərrahi əməliyyatlar Misirlilərə aiddir. İlk kağız da Çinlilərə aiddir. Yəni, burada C bəndini götürürük. İkinci Ramzi Hetlərlə bağladığı müqavilənin nəticəsi nə olmuşdur? Burada Fələstin, Finikiya, Suriyanın cənubu yenidən Misirin hakimiyyətinə keçdi. E bəndini götürürük. 13. Ramzesin həyata keçirdiyi siyasətin nəticəsində Finikiya yenidən Misirin hakimiyyəti altına düşdü. Qədim Misir tarixi 2-ci minilliyə aid deyil. Fivə köçürülüb aiddir. Burada biz Makedoniyalı işğalına məruz qalması aid deyil. Çünki bu hadisə 1-ci minilliyə, eramızdan 1-ci minilliyə aiddir. İkinciyə yox. Keçirik digər sual. 15-ci sual. Qədim Misir və Manna mədəniyyəti üçün oxşar cəhət. Hər ikisində olmuşdur bizdə hieroqlif yazılar. E bəndi. Şumerlərə aid olmayan xüsusiyyət. Təkər icad ediblər, mixi yazı, zikkurat, asan hesabda Ensi rütbəsi. Demək, burada biz D bəndini götürürük. Asan hesablama qayda Hindistanlılara aiddir çünki. Şumerlərə aid olmayan xüsusiyyət. Mixi yazı, təkər, rəsədxana, beton. Beton Romalılara aid olub. Qədim Misrə aid deyil. 2-ci Ramzes aiddir. Paytaxt köçürməsi aid. 3-cü Tutmos Hetlərlə müqavilə Hunlarla mübarizə. Hunlarla mübarizə Çin aiddir. Qədim Şumerlərə aid deyil. Şəhər dövlətlər məşhur şahmat oyunu Hindistana aiddir. Hetlərlə sülh müqaviləsi imzalandı. Finikiya Misrə tabe verilən əsasən Misirdə verilənlər qədim Misirdə nəticəsidir. 2-ci Ramzesin həyata keçirdiyi siyasət. Misir fironu 1-ci Tutmosun dövründə işğal edilmişdir. Burada biz götürürük
bu hissənin 5 nömrə D bəndi. Bu hissələrdə bir Finikiya, Fələstin, Suriya bu ərazilərdə yerləşdiyi üçün bu hissəni də götürürük. 2-ci Ramzesin 24 metrlik heykəlinin qoyulduğu məbədin yerləşdiyi ərazi. Demək, burada bu hissəni götürürük. Nubiyada yerləşirdi həmin ərazi və yox, bir dəqiqə, səhv etdim. Bura hissə idi. C bəndi. Nubiya aşağıda yerləşir. Uyğunluğu müəyyən edin. Qədim Misirlilər və qədim Şumerlərə aiddir. Tarixdə ilk yazılan qanunlar Şumerlərə aiddir. 2-yə A olacaq. Burada 2A ancaq A bəndindədir. Bir baxaq daha nələr var. Şəkli yazıdan istifadə edilmişdir. Hər ikisində olub bu. Əvvəl şəkli yazı olub, sonra Misirlərdə hieroqlifə çevrilir. Şumerlər meh yazıya ilk tunc alətlər Şumerlərə, hieroqlif yazı Misirlərə aiddir. Su saatının icad edilməsi, bu da yenə Misirə aid A bəndi deyilir. Şumer və Akkadlara aid olanlar. Mesopotamiyada məskunlaşmaları bu ortaq cəhətdir. Şumerlər daha cənub ərazilərdə idilər, lakin Akkadlar biraz daha şimalda idilər. Mix yazıdan istifadə edilməsi, bu da ortaq cəhətdir. B bəndi də 3-də. AB, 3-də AB burada C variantındadır. Davam, təkər ixtirası Şumerlərə aiddir. Yaratdıqları dövlət Kutilər dəmir suquda qurutması Akkadlara aiddir. Gilgamış dastanı da yenə Şumerlərə aiddir. C, Y, bu D variantını götürürük. Daha sonra Eyler-Venn diaqramına əsasən uyğun bənd. 1-ci Tutmoz, İskəndər və 2-ci Ramzes. Kadeş sülhü 2-ci Ramzesə aiddir. A bəndi 3-də A. Fələstinin ələ keçirilməsi bu bənd 3-ünə də aid olacaq. İlk dəfə gizli sərdabədə dəfn edilib 1-ci Tutmoz. Ona qədər piramidalar inşa olunurdular. Dövlətin ərazisinin genişlənmə məqsədilə müharibələr aparılması. Bu da o, demək 3-ü də müharibələr aparıb. Ona görə bunu da elə 4-ə yazacağıq. 4-də BD, 4-də BD B variantındadır. Və həmən dövlətin mübarizə aparıb, bu da İskəndərə aiddir. Şumer şəhər dövlətləri Lullu bir dövlət qurumu. Eramızdan əvvəl 3-cü minillikdə mövcud olmuşdu. Bu hər ikisinə aiddir. Demək, 3-də A, biz də balaca yazım, yerləşsin. Mixi yazının yaradılması bu Şumerlərə aiddir. B. Akkad hücumlarına qarşı mübarizə aparıb. Bunların hər ikisi bunu edib. Hökümdar Anubaninin qələbə sütunu Lullubilərə aiddir. D. Gilgamış eposu da yenə Şumerlərə aiddir. Demək, 1BY, 2D, 3AC bu E variantıdır. Qədim Misirlilərdən fərqli olaraq Şumerlər şəkli yazıda istifadə, bu fərqli cəhət deyil. 60'lı qısa, çox tanrılı, bu da fərqli cəhət deyil. Mannalılar dirilik ağacına etiqad edir. Hieroqlif yazı fərqli cəhətdir. Sfinks heykəli hazırlıq, bu da fərqli cəhət. Dirilik ağacını burada götürürük. Bir baxaq cavablara. 1B, 2A. Burada D variantıdır. Hansı hökmlərə aid xüsusiyyət verilməyib? Tarixdə ilk yazılı müqavimət 2-ci Ramsesə aiddir. Piramida tikilmişdi. Coser Nubiyada ilk dəfə Misirə tabi etmişdi. Qələbə sütunu. Demək, burada 1-ci Tutmoz ilk dəfə Nubiyan tabi edib. Qələbə sütunu da Anubaniya aiddir. Demək, bizdə verilməyən hökmlər adı A bəndidir. 3-cü Tutmoz. Vahid Misir dövlətinin ilk paytaxtını
yerləşdiyi ərazi Memfis idi. İlk paytaxt İrəmizə 4-cü minillikdə. O da 5 nömrədir. C variantı. İkinci Ramzesə aid deyil. Misir ilk dəfə vahid şəkildə birləşdirməsi aid deyil. A bəndə. İkinci Ramzesə aiddir. Nubiyanın işğal edilməsi. Ölkədə quruculuq işləri aparılması quruculuq işləri aiddir. Uyğunluq gözlən Hitlerlə müqavilə gözlənilməyib. Firona tabi olan canişinlər idarə edirdilər. Burada üçüncü tutması aiddir. B bəndini götürəcəyik. Keçək digər səhifəyə. Eramızdan və 2-ci minillikdə olmuşdur. Ramzesin yürüyüşləri olub. Paytaxtın köçürülməsi olub. Demək 2 və 3'ü götürürük. Eramızdan əvvəl 3-cü minillik aid olanları demək burada götürürük. 2 və 3. 35-ci sual Şumerlərə aiddir. Zikkuratlar 2. Şumerlərdə mixi yazı olub. Firon olmayıb. Mərkəzi Asiyadan məskunlaşmağa 2-4. Uyğunluğu müəyyən hadisə və nəticə. Kutilərin Mesopotamiyaya yürüyüş Akkad dövlətin süqut etməsi 1 götürürük. Het dövləti ilə müharibə aparması, Nubiyanın Misirin tərkibinə qatılması və Kadeş sülhü Suriya 2 dövlət arasında bölüşdürülməsi. Biz burada 1 və 3 götürürük. 37-ci sual. Hadisə nəticə əlaqələrin düzgün verildiyi bəndi müəyyən edin. Hadisə. Het tayfaları Misirləri məğlub etməsi Suriyanın cənubu verilir. Bu 1. Sargon Kuti qrupunun ərazi işğal etməsi yox. Misirin Fərat çayına qədər uzanması. Misir Aşan vahid dövlətin yer alması 4 götürəcəyik. Şumer şəhər dövlətlərini idarə etmə sisteminə aid xüsusiyyətlər. Şumerlərə aiddir. Demək, bir kahin tərəfindən ilk əvvəl idarə olunurdu, sonradan hökmdara çevrilirlər. Luqal adlanır. 2. Çati Misirdədir. Eyni zamanda qadın kişilər bərabər hüquqlara malik idilər. Qoşun başı strateq adlanması bu şərqə aid deyil. Eramızdan və 3-cü minilliyə aid Lullu bir dövlət qrupunun süqut etməsi aiddir. Təkərin ixtirası, vahid Misir dövlətinin mövcud olması 3 götürəcəyik. Mesopotamiyaya məskunlaşması bu aid deyil. 3-cü minilliyə eramızdan və 3-cü minilliyə aiddir. Kutilərin Mesopotamiyaya yürüyüş qədim Misirdə ilk dövlətlərin yaranması, Kutilərin Mesopotamiyada yürüyüş Selevkilər asılı düşmə Akkad imperiyasını süqut etməsi elə Kutilərin yürüyüşü nəticəsində baş verir. Kadeş sülhü 2-ci minilliyə aiddir. Qədim Misir dövlətin idarə etməsi xarakteri xüsusiyyətlər. Demək burada hərbi idarə çatinlərində Fironun əlində idi. Burada məhkəmə orqan çatin tərəfindən idarə edilirdi. 2. Qeyri-məhdud hakimiyyət hökmdar 3. Ensi Şumerə aiddir. Zikkurat Şumerə aiddir. Qədim Misir dövlətinin idarə edilməsi xüsusiyyətlərini göstərin. Ali kahin. Firon baş komandan idi. 2. Dəftərxana işlərinə çatı baxırdı. 3. İdarəçi xalq geniş sadə. Yox, bu heç bir deyil. 2-3 götürürük. Doğru hadisə və nəticə əlaqələrini müəyyən edin. Misir Firona işğalcı demək 1 götürürük. Vahid dövləti Fif paytaxt olma. Əvvəl Memfis olur, sonra 2-ci minillikdə Fif olur. 2-ci Ramzesin ön Asiya hücum əhəmələrlə süqut etməsi yox. Qavqameldə 3-cülərə məğlub olub bu aiddir. Misir hərbi siyasi gücünün ərazisinə görə qüdrətli böyük bir dövlət idi. İri miqyaslı yürüyüşlər 1-ci Tutmos başlamış. Yunan hökumət dövründə genişlənmişdi. Uğurlar Suriya, Fələstin, Finikiya, Misirlə birləşdirmişdi. Qədim Misir xüsusiyyətlərin ərazi genişlənib. Quldarlıq quruluşu ölkə 2 dəfə birləşməsi güclü ordusu olub. Demək, burada 1 və 4-ü götürəcəyik. Keçək digər səhifəyə.
Xronoloji ardıcılığı müəyyən edin. Atropatena, Parfiya, Manna İrsən keçməyə başlayır. Vahid dövlət. İkinci Ramzesi işğala. Demək, burada necədir? 3, 4, 2 və 1 olmalıdır. Xronoloji ardıcılığı müəyyən Vahid Misir dövlətinin yaranması. 4-cü Eramsavi 4-cü minillik. İskit Paşalığın yaranması. Bu bizim eraya Eramsavi 1-ci minilliyə aid olan hadisələrdir. Manna dövləti əvvəl Manna yaranır, sonra İskit yaranır. Buna görə 1, 3 və 2 götürəcəyik. Daha sonra yenə xronoloji ardıcılığı soruşur burada. Biz götürəcəyik 1-ci 2, Vahid Misir dövləti yaranır, sonra çünki Eramsavi 4-cü minillikdir. Kuti dövlət qurumu Eramsavi 3-cü minillikdir. Buna görə də bunu götürəcəyik. Daha sonra 3-cü Tutmosun Asiyaya yürüşlər bu elə Eramsavi 2-ci minillikdir. Manna dövlətin süqutu da Eramsavi 1-ci minillikdir. Uyğunluğu müəyyən edin. Qədim Misir mədəniyyəti, Şumer mədəniyyəti. 1 və 2. Gilgamış dastanı Şumerlərə aiddir. Tax sütunlar bu heç birinə aiddir. Ehram piramidalar Misirə aiddir. Dirilik ağacının bu Şumerlərə aiddir. Yox, səhv etdim. Haradayım mən? D bəndidir bu. Sfinks heykəli də Misirə aiddir. Demək, C, Y, A, D olmalıdır. 49. Uyğunluğu müəyyən edin. 1, 2 və 3. Sargon, 2-ci Ramzes və Anubani. İlk Kadeş müqaviləsi Ramzesə aiddir. İlk imperiya Sargon'a aiddir. Bəndə qələbə sütununda Anubaniya aiddir. Akkad dövlətinə son qoyulması vahid birləşmə heç biri aiddir. 1B, 2A, 3 də C'dir. İndi keçirik Qədim Çin, Qədim Şərq dövlətlər bölməsinə, Qədim Çin Böyük Hun dövləti bölməsinə. Demək, Mərkəzi Asiyada yaranmış ilk Türk dövləti Böyük Hun idi. Qədim Çinin dövlət quruluşu mütləq monarxiya idi, abəndi. Kağız ilk dəfə Qədim Çində idi. Pinçen müqaviləsinə görə Hunlara xərac ödəməyi öhdəsinə götürən dövlətin ərazisi. Çindir bir bəbəndi. Demək, qədim Misir Çin xalqları mədəniyyəti üçün oxşar təqvim yaradıb. Hər Misirin, həm Çinin özünün təqvimi olub. Sarısaqlar üsyanın nəticəsində quldarlıq quruluşuna zərbə vurulur, feodalizm yaranır. Xan imperiyası parçalanır kiçik xırda dövlətlərə və ondan sonra da feodal dövlətlər yaranır orada. 7. Qədim Çində vuruşan başçılıq dövrünün başa çatdığı əsrdə Eramsavi 4-3-cü əsrlərdə baş verib bu. Bu dövrdə də Böyük Hun dövləti yarandı. Çünki vuruşan başçılıqlar dövrünün bitməsi Böyük Çində Sin imperiyası yaranır. Eyni zamanda ondan paraleldə Böyük Hun dövləti də yaranır. İpək yoluna aid deyil. Xuanxiyaz çayla birləşmək məqsədilə ticarət məqsədi idi. Onda Böyük İpək yoluna aid deyil. Ticarət məqsədi uzanma Sin sülaləsi tərəfindən salınması Xan sülaləsi dövründə salınır. Keçək digər səhifəyə. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Sin sülaləsinin hakimiyyəti dövrü, Xan sülaləsinin hakimiyyəti dövrü. Demək, burada Hunlara qarşı mübarizə aparılması hər ikisində baş vermişdir. Burada 3-də yazarıq A. İlk dəfə Çin vahid şəkildə birləşib Sin dövründə. Çindən ticari yol, dünya ticarət yollarının qoşulması Xan dövrüdür burada. Dəmir emalı başlanması bu Eramsavi 6-5-ci əsrlərdir və heç birinə aid deyil. Qırmızı qaşlar üsyanında yenə Xan dövrüdür. Demək, 1B, 2C, Y, 3A bəndidir burada. Bu arada bu mövzuların izahını yenə YouTube kanalında göstərmişəm. Orada da keçid edib izləyə bilərsiniz.
Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Qədim Misir və qədim Çin. Hieroglif yazı sistemi mövcud olmuşdu hər ikisində. 3-də A-da. Günəş su saatının icad edilməsi. Bir dəqiqə. Bunu yuxarı qaldırın biraz. Yaxşı görünmürdü. Demək, 3-də A bəndi idi. Günəş su saatının icad edilməsi Misirə aiddir. Sonra betonun icadı burada deyil. Kağızın ixtirası Çinə aiddir. D variantı. Və riyazi onluq hesablama qaydası da Misirə aiddir. 1B-Y, 2D, 3-də A, B variantı. Euler Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qədim Misir və Çin təqvimdən istifadə etməsi oxşar cəhətdir. Hər ikisinin təqvimi olub. İlk kompas Çinə aiddir. 0 rəqəmi Hindistana aiddir. Burada yoxdur. Ulduzlar xəttinin çəkilməsi. Bir dəqiqə. Konfutsi təliminin yaradılması. Demək, ulduzlar təqvimi Misirə aiddir. Konfutsi təlimi isə Çinə aiddir. Demək, burada 1D, 2B-Y, 3-də A, B variantıdır. Qullarlı quruluşuna zərbə vuruldu. Xan sülaləsi zəiflədi sarsarıqlar üsyanı ilə. Teoman Mehmet Xanın fəaliyyətinə aid oxşarlıqlar. Hun dövlətin idarə etmələri, Tibet tayfaları, Çinə yürüş etmələri. C variantıdır. Euler Venn diaqramına uyğun bənd. Manna, Çin və Misir. Burada demək, dirilik ağacına etiqad etməsi Mannaya aiddir. Təqvimin yaradılması demək, bu 5 nömrəyə yazacaq. Çünki Çinə, Misirə, ikisinə aid edim. Kompas Çinə aiddir. Hieroglif yazı hər üçündə də olub. 4-də yazırıq. Onluq say sisteminin yaradılması bu da Misirə aiddir. Demək, 1A, 2C, 1A, 2C, B bəndindədir. 3Y, 4D, 5D, B'dir. Demək belə. Qədim Çində Sin sülaləsi hakimiyyətdə olduğu əsrdə böyük Hun dövləti Teoman Tanrı tərəfindən idarə edilirdi. Çinin şimal ərazilərini işğal etdi. Paytaxt Ötkən idi. AB. Hindistan. Sin sülaləsi eramızdan və 221, 206 əsrdə eramızdan və 3-cü əsrdən söhbət gedir. Burada. Makedoniya hücumuna məruz qalmışdı. Makedoniya eramızdan 4-cü əsrdə gəlirlər. Ərazisi eramızdan 2-ci minillikdir. Mauriya sülaləsi eramızdan və 3-cü əsrdə birləşdir. Demək, biz götürürük 1AC, 2C əbəndi. Böyük Hun dövlətinin 2 hissəyə parçalandığı əsrdə qədim Hindistanda və qədim Çində. Demək, harada qaldı? Böyük Hun dövlətinin 2 hissəyə parçalanan əsrdə qədim Hindistan və qədim Çin. Qədim Hindistan demək, 2 hissəyə parçalanıb Böyük Hun eramızdan və 1-ci əsrdə. Eramızdan əvvəlki əsr. Əhəmənilərlə birgə işğalçılıq. Mauriya sülaləsi hakimiyyətdə idimi deyildi. Eramızdan 180-ci ildə artıq Mauriya sülaləsi hakimiyyəti bitmişdi. O da eramızdan və 2-ci əsrə düşür. Əhəmənilər birgə işğalçılıq, Makedoniya işğalçı bir siyasətinə qarşı mübarizə gedirdi. Bu da bundan əvvəl idi. Hətta Daşdan darvazanı götürür. Eramızdan 1-ci əsrə aiddir. Qədim Çində Xan sülaləsi idi. Böyük İpək yolu fəaliyyəti başladı. Qırmızı qaşlılar üsyanı. Qırmızı qaş bizim erada baş verib. Demək, burada C-A, A bəndi. Qədim Çinlilər eramızdan və 3-cü əsrdən fərqli olaraq 2-ci əsrdə və eramızdan və 2-ci və eramızdan və 1-ci əsrdə nə ediblər? Demək, burada dünya ticarət yoluna çıxış əldə etdilər. Hun hücumuna məruz qaldılar. Vahid ölçü çəki sistemi yox. Eramızdan və 1-ci əsrdə
Dəmir əmalı yox, böyük pakyonu yox. Bunlar belə işğal etdilər, bunu götürəcəyik. 1A, 2C. A bəndi. Çində xan sülaləsinin hakimiyyəti dövrü üçün səciyyəvi idi. Dəmir əmalı Çin səddinin inşasının başlama Sarısaqlar üsyanı. Çində Sin imperiyası hakimiyyəti dövrü üçün səciyyəvi idi. İnzibati islahatlar. 36 vilayətə bölmüşdü. Qırmızı qaşlılar və sarı sarıqlar üsyanlarına aid oxşarlıq. Hər ikisi xan sülaləsi dövründə baş verib. Qədim Çində Sin sülaləsi hakimiyyəti dövrünə aid olan xüsusiyyət. Sin sülaləsini soruşur. Erkən sivilizasiya yaram sarımsaqlı böyük vahid şəkildə birləşdirildi. C variantıdır. Qədim Çin xan sülaləsi hakimiyyəti dövründə aid olan xüsusiyyət. Burada D variantıdır. Uyğunluq pozulmuşdur. Hun dövlət hökmünü Tanxı adlanırdı. Doğruda Şimali Azərbaycan hökuməti 6 metr dövrünün Böyük Asiyada mərkəzi Asiyada idi. Hunlar qarşısını almaq məqsədi Çin arasında böyük. Burada E variantıdır. Uyğunluq pozulmuşdur. İpək yolu xan dövründə deyil, Sin dövründədir. Çində sarısı üsyanı baş Sin dövründə yox, xan dövründə baş verib. Qırmızı qaşlar üsyanının baş verdiyi əsrə uyğundur. Qırmızı qaşlar üsyanı bizim eranın 1-ci əsrində baş verib. Bu zaman alanların Albaniyaya yürüşləri baş verib. Böyük yürüşlər olub 72-74-cü illərdə. Bundan bəhs edir. 27-ci suala keçirik. Çində qırmızı qaşlar üsyanı baş verdiyi əsrə uyğun gəlir. Yenə də alanların Atropatena yürüşlər, bəli, Albaniya ərazisindən Atropatena ərazisindən də yürüşlər ediblər. Euler Venn diaqramı Sin xan sülaləsini soruşur. Demək, burada Çin vahid xalqa çevrildi xan dövründə. A variantı. İlk dəfə vahid şəkildə birləşdi Sin dövründə. Daha sonra erkən orta əsrli hakimiyyətdə, orta əsrlərdə hakimiyyətdə olmalı Makedoniya işğalı yürüşləməz Hunlarla toqquşmaları bu da hər iki dövrdə olmuşdur. B, A və Y, C variantını seçirik. Euler Venn diaqramına əsasən uyğun bədləri Mete Xaqan və Teoman Tanxu. Çinlə mübarizə aparılmaları hər ikisinin dövründə olmuşdur. Monqol Tibet tayfalar Mete Tanxunun dövründə olmuşdur. Demək, bu B'dir. Dövlətin əsasını Teoman Tanxu qoyub. C. Pinçən müqavilə Mete Tanxuna aiddir. 2 hissəyə parçalaması heç birinə aid deyil. B'də 2C, 3A. D variantını götürürük. Euler Venn diaqramı yenə Mete Tanxu ilə Teoman Tanxudan söhbət ki, dövlətin sərhədlərinin genişləndirilməsi bu hər ikisinə aiddir. Xan sülaləsinin idarə etdiyi Çin dövləti ilə mübarizə aparmaları bu da Mete Tanxuya aiddir. Mərkəzi Asiyada Türk dövləti əsasını qoyması Teoman Tanxu 2C-dir. Eramızda və 2-ci əsrdə dövləti idarə etməsi. 2-ci əsrə Mete Tanxunun hakimiyyət dövrü düşür. Hindistan vahid dövləti birləşdirməsi bu heç birinə aid deyil. Demək, biz götürürük D variantını. Çində xan sülaləsi hakimiyyət dövrünə aiddir. Açıq testlərə gəldik. Xan dövrünə aid. Demək, Böyük Hun dövləti ilə sülh müqaviləsi bağlaması bir Çin səddi inşasına başlamayıb, amma davam etdirib Hunların üzərinə yürüş ediblər. Hun dövləti parçalanmasına, Qərbi Hun dövlətinin süqutuna səbəb oldular. Çin ilk dəfə vahid birləşdi, yox. Eramızda 3-cü əsrdə süqut etməsi yox. Vyetnam Koreyanın işğalına aiddir. Demək, 1, 3, 6. Manna qədim Çin tarixləri üçün oxşarlıqlar. Bunların hər ikisi hieroglifdən istifadə edib. Hun hücumu yox, qul əməyi götürürük. 1, 3. Çin və Şumer tarixinə aid oxşarlıq. Quldarlıq olub. Zikkurat yox, yazı sistemi olub, əkinçilik olub. Demək,
Eramızdan və 1-ci minilliyə aid olanları seçirik. Burada 1-ci minilliyə Çin səddi aiddir. Mərkəzi Asiyada ilk Türk dövlətinin yaranması aiddir. Lullubilər yox. Misirdə miqyazı yox. Qədim Misirdə miqyazı da olmuyor. Baxın. Qədim Çin tarixinə aid deyil. Roma qoşunlarının hücumuna məruz qalması aid deyil. Ari tayfalara aid deyil. Vayçəyin birləşməsi aid deyil. Xan sülaləsinə aid olanları müəyyən edin. Demək, eramızdan 3-cü əsrin ikinci yarısının hakimiyyəti gəlmələri aiddir. Çində ilk dəfə dəmir emal olunmağa başlanması xana aid deyil. Çox əvvəl, eramızdan əvvəl 6-5-ci əsrlərə təsadüf edir. Ticarət yolu aiddir. Demək, 1, 3 və kəndli üsyanları 4. Çin tarixinə aid uyğunluğu müəyyən edin. Dəmir emalı təsərrüfat inkişaf etdi. 1. Vilayətləri bölüb Sinşu Xuandi. Digərlə aid deyil. Qədim Hun dövlətinə aid uyğunluğu müəyyən edin. Mete xaqanın güclü ordu yaratması aiddir. Böyük inşa etmə daha çəkişmələr nəticəsində parçalanması aiddir. 1 və 4'ü götürürük. Səbəb nəticə əlaqənin düzgün verildiyi bəndi müəyyən edin. Mübarizədə qalib gəlməsi, mərkəzləşmiş idarə yaradılır. Makedoniya qoşunları, Pinçen müqaviləsi. Bunu götürürük. Çində Sin sülaləsi fərqli Xan sülaləsi hakimiyyəti dövründə. Sindən fərqli olan Xan dövründə burada 3 götürürük və 4. Hər ikisində Konfutsi tərimi mövcud olub. Daha sonra eyni əsrdə yaranmışdırlar. Böyük Hun və Sin paşalığı. 2 və 4'ü götürürük. Qədim Çin tarixinin eramızdan əvvəl 3-cü əsrin ikinci yarısına aiddir. İnzibati islahatlar Çin dövründə olub və müstəqil quldar dövlətlərin ləğvi, xırda dövlətlər ki var idi, onların ləğvindən və birləşməsindən bəhs edir. Qədim Çin tarixinə aid səbəb nəticə əlaqələrin göstərildiyi cavabı müəyyən edin. Demək, böyük Çin səddi tikilir, hücuma son qoyulmur. Çin feodal zülmü, qırmızı qaşlı üsyan, qədim Çinlər səbəb nəticə əlaqəni göstərir. Doğru göstərir. Feodal zülmü deyil de burada quldarların zülmü idi. Çünki üsyanlardan sonra quldarlıq çökür, feodalizm yaranır. Xan sülaləsi hakimiyyəti dövründə kəndlilərin ağır idi. Sarısarıqlar üsyanı 3. Başlanması deyil, sona çatır və 5 götürürük. Doğru hadisə və nəticə əlaqələrini müəyyən edin. Burada hakimiyyət quruluşu mübarizədə Böyük Hun imperiyası 2 hissəyə parçalanır, doğrudur. Pinçen müqaviləsi Sülaləsi aid deyil ki, Xan dövründə olub. Mete Tahan Monqol Tibet tayfalarını yaxalayıb, tabe edib, yaxalayıb deyirəm. Teoman Çin üzərinə fasiləsiz hücumlar Xan Sülaləsi Çin başladı. Deyil Sin dövrü idi bu. Demək, burada 1 və 3'ü götürürük. Uyğunluq gözlənilmişdir. İşğalları ticarət yoluna çıxış əldə etməsi yox. Sarqonun dövrü 2 imperiyadır və sarısarıqlar quldarların hökmranlığı zəiflədi. 3'ü götürürük. Digərləri uyğun deyil. Daha sonra eramızdan əvvəl 1-ci əsrlər Çin hökmdarları Hunların qələbəsi ilə barışmaq istəmir. Onlara qarşı aşağıdakı siyasəti tətbiq edirdilər. Hunların döyüş taktikasını öyrənirdilər. Nigah diplomasiyası istifadə ediblər. Hunlar arasında ədavət salırdılar. Doğrudur. Demək, burada siyasət nəticəsində Çin dövləti nəyə nail ola bilərdi? Hunların daxildən parçalayırlar. Bunu götürürük və
dövlətin zəifləməsinə gətirib çıxarırlar. 2 və 4-ü götürürük. Eramızdan əvvəl 1-ci minilliyin ortaları Çində quldar dövlətlər mövcud idi. Onlar Çinin birləşməsi uğruna mübarizə aparırdılar. Stanislav qalib gəlir, imperator şəhərini yaymağı bacarır öz hakimiyyətini. Buna əsasən qədim Çin dövrünün xüsusiyyətləri, vuruşan paşalıqların mövcud olması, vahid çöklə dövlətin birləşdirilməsi 1 və 4-ü götürürük. Xronoloji ardıcılığı müəyyən edin. Sintetçiyə parçalanması, xan sürəsi hakimiyyətin gəlməsi. Demək, burada 2, 3 və 1 götürür. Xronoloji ardıcıllıq. Demək, burada 2, 4, 3 və 1 götürürük. 50-ci sual. Xronoloji ardıcıllıqdan yenə söhbət gedir burada. Demək, 1-ci Mannada mərkəzləşmiş dövlət yaranıb. Sonra qədim Hindistanda vahid şəkildə birləşib. Maqneziya döyüşü və qırmızı qaşlılar üsyanı. 51-ci sual. Xronoloji ardıcıllıq. 1, 2, 3 və 4. Və yenə xronoloji ardıcıllıq. Demək, 1-ci 3-dür. Eramızdan əvvəldir. Ondan sonra qırmızı qaşlar bizim erada baş verib. Daha sonra isə sarı-sarıqlar, yəni bizim eranın ikinci əsrində baş verib. Bu 2-1 olmalıdır. Daha sonra xronoloji ardıcıllıq. 53-cü sual. Qırmızı qaşlılar, Makedoniya Hindistana, Akkad İmperiyası süqutu, sarıqlar. Demək, Akkad İmperiyasının süqutu 1-ci olur burada. 3. Daha sonra İskəndərin Hindistana yürüyüşü 2, 1 və 4. Mete Tanhu, Teoman Tanhu və Sin Shi Huangdi. Pinçin müqaviləsi Mete Tanhu'ya aiddir. A. Demək, burada Tibet tayfaları tabe edib Mete Tanhu. Ölkə ərazisini 36 vilayəti bölüb Sin Shi Huangdi. Yeni dövlət yaratdı Teoman Tanhu. Koreyanın işğal edilməsi bu xan dövrünə aiddir. Burada yoxdur. Və qədim Hindistan bölməsinə, qədim şərq bölməsinə Hindistan hissəsinə gəldik. Bu artıq videoların sonuna gəldik deməkdir. Hindistana aiddir 0 rəqəmi. Eramızdan əvvəl 3-cü əsrin ikinci yarısı qədim Hindistan Ashokanın dövrünə aiddir. Vahid şəkildə dövləti birləşdirir. Eramızdan əvvəl 4-cü əsr Hindistan və Yunanistan tarixinə aid ümumi cəhət. Makedoniya yürüyüşünə məruz qalıb. Eramızdan əvvəl 4-cü əsr Hindistan Əhəməni dövlətinin tarixinə aid ümumi cəhət. Makedoniya hərbi yürüyüşünə yenə də məruz qalıb. B variantıdır burada da. Keçirik digər səhifəyə. Hindistanda qulu adlandırırdılar yad düşmən. C variantı. Kasta. Qəti olaraq müəyyənləşmiş hüquq vəzifələr. A variantı. Şahmatın vətəni Hindistandır. Eyler-Venn diaqramına əsasən uyğunluq. Ashoka və Sin Shi Huangdi. Hindistanı vahid şəkildə birləşdirib Ashoka. A variantı. A buradadır. 1A. 3-cü əsr, ikinci yarısı hər ikisi aiddir. B. 3-də B. Mete Xaqanla sülh müqavilə, Hunlarla mübarizə. Burada da D. İskəndər. Bunlar heç biri deyil. Demək 1A, 2D, 3B, Y variantıdır burada. Eyler-Venn diaqramı. Teoman Tanhu, Ashoka, Sin Shi Huangdi. Eramızdan 3-cü əsrdə hakimiyyətdə olmasa hər üçünə də aiddir. 4-də A-dır. Makedoniya İskəndərlə mübarizə aparılması. Birbaşa olaraq Makedoniya İskəndərlə mübarizə aparılmayıb. Türk tərəfini birləşdirib dövlət edib. C. Maurya sülaləsindən olub Ashoka. Konfutsi təlimini qadağan edib Sin Shi Huangdiyə aiddir. Baxaq buna. 9-cu sualda burada Y variantını götürürük.
Xəritədə rəqəmlə işarə dövlətlərin tarixinə aid oxşar cəhətlər. Burada Çindir, burada Hindistandır. Tərəfinə. Demək, Ramazan vahid dövlətdə birləşiblər 2. Qalanı oxşar cəhət deyil. 11. Hindistan tarixinə aid uyğunluğu müəyyən edin. Ashokan tədbirləri vahid qanunlar uyğundur. Chandragupta Makedoniya ilə mübarizə aparıb. Digərləri uyğun deyil. Demək, burada 1 və 2 götürürük. Qədim Hindistan Mauryaların hakimiyyəti dövrünə aiddir. Arya tayfalar aid deyil. Vahid şəkildə birləşdirmə aiddir. 4 şir heykəli aiddir. Digərləri aid deyil. 2 və 3'ü götürürük. İkinci minilliyə aiddir. Eramızdan və ikinci minillik. İlk şəhərlərin yaranması aid deyil. Eramızdan və 3-cü minillikdə yaranıb. Misirdə işğalçılıq siyasət yürütməsi aiddir. 2. Kastaların formalaşması aiddir. Yenə eramızdan və ikinci minilliyi soruşur. 14-cü sual. Çində dəmir emalı yox. Misirdə birinci tutulma yürüşləri Ur-Uk şəhər dövlət meydanı. Dorilərin Yunanistana yürüşləri bunlar Arilərin eyni vaxtda olub və Arilərin Hindistana yürüşləri 2, 3, 5. Eramızdan və ikinci minillikdə baş vermiş hadisələr Ramzesin yürüşləridir. Şumer şəhər dövlətləri, Arilərin Hindistana yürüşü, Arilərdən sonra kastlara da bölünürlər. Eramızdan birinci minillik qədim Hindistan əkin sahələri xüsusi mülkiyyətə verilməsi əmlak sosial bərabərsizliyi artırır, qullar düşmən adlanır, tayfa üzvləri irsən keçirdi. Deməli, qədim Hindistanda nə baş verib? Hakimiyyət ayrı-ayrı şəxslərin əlində cəmlənib. 2. Dövlətin yaranması üçün ilkin şərait yaranıb, təbəqələşmə yaranıb. 2, 3, 5. Xronoloji ardıcıllığı müəyyən edin. Birinci Şumer şəhər dövlətləri olacaq. Arilərin Hindistana yürüşü, vuruşan paşalıqları və Xan sülaləsi dövrü olacaq. Xronoloji ardıcıllığı müəyyən edin. Burada ən qədim Hindistan şəhərləri 3, Fifin paytaxt olması, dəmir emalı və Ashoka 3, 2, 4, 1 olacaq. Xəritədə rəqəmlə işarələnmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. Yenə Çin və Hindistanı soruşur. Bu belə işarələyim. 1 və 2. Mete xalqanla mübarizə aparıb Çin. Bunu 1-ə yazırıq. Makedoniya işğalının hücumuna məruz qalıb Hindistan 2-yə yazırıq. Daha sonra 6-7 dəmir emalı bu da Çinə aiddir. Ötükən Huna aiddir. Burada yoxdur. Kasta quruluşu yenə də Hindistana aiddir. Daha sonra qədim Çin, Hindistan və Şumer mədəniyyəti. 1, 2, 3. Daşdan darvası Hindistana aiddir. Konfutsi təlimi Çinə aiddir. Veda Hindistana aiddir. Zikkuratlar Şumerlərə aiddir. Betonun ixtirası burada deyil. Demək 1 A, C, 2 B, 3 də C-dir. Xəritədə rəqəmlə verilmiş ölkələrin qədim dövr tarixinə aid uyğunluğu müəyyən edin. Yəni Çin və Hindistan soruşur. Maurya sülaləsi Hindistana aiddir. Ari tayfalar Hindistana, qırmızı qaşlar Çinə aiddir. Heroqlif yazı sistemi Çinə aiddir. Hökmdarın Tanhu adlanması bu Hunlara aiddir. Bizə burada verilməyib. Bu qədər Hindistan mövzusu da bitdi. Yeni dərslərdə, yeni test izahlarında görüşənədək.